Siz Orxan Zeynalov həm yerlimizdir, təbii ki, ona qarşı olan hadisə, belə deyək, reaksiya bizi də üzür. Amma mən bunun bu qədər şişirdilib siyasi bir konflikt halına gətirilməsinin, siyasi şounun tərkib hissəsi olmasının qəti əleyhinəyəm. Rusiya Federasiyası böyük bir dövlətdir. Əhalisi 120 milyondan çox əhalisi var və gün ərzində həmin cinayət kimi yüzlərlə cinayət olur. Və Rusu öldürür, Dağıstanlı Rusu öldürür, Rus Dağıstanlını və ya Çeçeni, yəni o Rusiyanın tərkibində, Rusiya Federasiyasının tərkibində bəlkə də 100-ə yaxın xırda xalqlar yaşayır. Yəni hər bir hadisəni bu qədər şişirtsələr və həm istər Rusiyada bunu belə deyək, millətlər arası bir konflikt halına gətirsələr, o dövlətdə dövlətçilik qalmaz. Bu Rusların səhvidir və bizim cəmiyyətin də səhvi odur ki, prezident seçkilərinin nəticələrinin müzakirə olunduğu bir dönəmdə, prezident seçkilərinin saxtakarlığı müzakirə olunduğu bir dönəmdə Rusiyada adi məişət zəminində baş vermiş hadisəni Azərbaycan siyasət gündəminin əsas mövzusu halına gətiriblər. Yəni bu hakimiyyətin marağındadır. Gördüyünüz kimi Xarici İşlər Naziri buna reaksiya verir. Polad Bülbüloğlu bəlkə də təyin olunduğundan buraya yəni ağzını açmayan Polad Bülbüloğlu, Azərbaycanın mövqeyini heç bir arada qorumayan Polad Bülbüloğlu bugün həmin belə deyək, Orxan Zeynalovu güya ki müdafiə eləyir. Amma bu yenə qeyd edirəm, hakimiyyətin gündəmi dəyişmək cəhdidir və bizim vətəndaşlarımızdan da, siyasi aktivlərimizdən də xahişimiz budur ki, bu oyunun tərkib hissəsi olmasınlar. Bugün Orxan Zeynalovun Moskvaya gedib orada işləməyinin səbəbi bugünkü hakimiyyətin yaratmamazlığıdır. Bugün Rus polisinin həmin bizim vətəndaşımıza elədiyi o işgəncələrin səbəbi bugün bizim dövlətimizin öz vətəndaşlarına sahib dura bilməməsindədir. Yəni mən sual verirəm. Hansısa Rus polisi Amerikanlıya, İtalyana, İspana, İsrailliyə onu etdiyini eləyə bilərdimi? Xeyr, eləyə bilməz. Çünki Rusiya bilir ki, onların dalında dövlət durur. Amma Rusiya həm də onu bilir ki, Orxan Zeynalovun arxasında heç kim durmur. Yəni İlham Əliyev korrupsioner bir rejim durur və onlar da xalqın qabağında gözü kölgəlidirlər. Odur ki, bu məişət zəminində baş vermiş hadisədir və buna məhkəmə qərar verməlidir. Məhkəmə araşdıracaq, cəzası nədirsə onu da verəcək. Və cəmiyyət ayıq olmalıdır belə oyunlara getməməlidir. Bizim bugünkü əsas məqsədimiz Azərbaycanda 5 ildən bir keçirilən və Azərbaycanın taleyini əldə edən prezident seçkilərinin saxtakarlığını bütün dünyaya çatdırmaq və bunun nəticələrinin ləğv olunmasına nail olmaq.